Deməli, dərsimiz mayalanma bətin daxili inkişafdır. Bundan əvvəlki dərsimizdə öyrənmişdik ki, yumurta hüceyrə, deməli, dişi orqanizmada yumurta hüceyrə dişi orqanizmanın bədənində, spermatozoid isə erkək orqanizmanın bədənində əmələ gələn qametlərdir. Bunların birləşməsi mayalanma prosesidir və ziqotu əmələ gətirir. Bax, məsələn, burada bizə nəyi göstərir? Spermatozoidləri göstərir qamçılı. Bunlar nə olacaq? Erkək qametlər. Sual içərisində yerinə yazmalıdır erkək qamet. Burada bizə göstərir yumurta dişi qameti. Dişi qameti göstərir. Burada dişi qamet yazılacaq bura. Və burada isə mayalama prosesi gedib, artıq bu mayalama prosesi, bu isə ziqot adlanacaq. Bu şəkildə. Deməli, biz qadın cinsiyyət sistemini öyrənəndə dedik ki, qadın cinsiyyət sistemi ibarətdir yumurtalıqdan, uşaqlıq borusundan, uşaqlıq boynundan və uşaqlıq yolundan, eyni şəkildə xarici cinsiyyət orqanlarından ibarətdir. İndi burada artıq mayalanmadan danışırıqsa, bətin daxili inkişafdan danışırıqsa, biz yumurta hüceyrənin yaranıb boruya düşməsindən sonraki prosesə baxacaq. Yəni artıq aybaşı siklində ovulyasiya fazasından sonraya başlayacaq. Burada deməli uşaqlıq borusuna artıq düşübsə, yəni ovulyasiya baş veribsə, folikul partlayıbsa, folikuldan çıxan yumurta hüceyrə qarın boşluğuna düşür və bu deməli bu yumurta hüceyrənin ətrafında əslində bu daha dəqiq şəkillərdə saçaqlar formasındadır bu belə ətraflar. Bu saçaqlar həmin o yumurta hüceyrəni çəkir, çəkir, atır boruya, uşaqlıq borusuna. Uşaqlıq borusunda başlayır bu yumurta hüceyrə, deməli belə deyək də, yeriməyə, getməyə, uşaqlığa doğru getməyə. Uşaqlıq borusunda olan yumurta hüceyrə, deməli 12-24 saat mayalandırma qabiliyyətinə malikdir. Və hərəkət edir. Hərəkət edərkən spermatozoid varsa əgər, spermatozoid gəlir, spermatozoidin də mayalandırma qabiliyyəti 2-4 gündür. 2-4 gün. Gəlir, 2-4 gün müddətində mayalandırma qabiliyyəti var və yumurta hüceyrəndə 24 saatdır, 24 yazmaq lazım, 24 saatdır. Gəlir bu saatlar qovuşanda burada artıq mayalama prosesi gedir. Bax, bu mayalanmadır. Onda biz deyəcəyik ki, uşaqlıq borusunda mayalanma gedir. Yəni, bax burada mayalanma getdi. Mayalanma gedəndən sonra ziqot əmələ gəlir. Onda deyəcək ki, ziqot da harada əmələ gələcək? Uşaqlıq borusunda əmələ gələcək. Ziqot başlayır bölünməyə. Bax, bu ziqotdur, tutaq ki, əmələ gəldi. Bu ziqot başlayır belə 2 yerə bölünməyə. Fikir ver, o 2 dənə bölünür belə 4 yerə, sonra 8 yerə, 16 yerə və biz buna deyəcəyik artıq bu rüşeyimdir. Bax, bu hissədə artıq yenə uşaqlıq borusundadır bu, rüşeyim əmələ gəlir. Rüşeyim əmələ gəlir və bu artıq bətin daxili inkişafın başlanğıc dövrü adlanır. Biz bununla da deyəcəyik ki, bətin daxili inkişaf başlayır və bətin daxili inkişafımız 3 yerə bölünür. Bətin daxili inkişaf bölünür 3 yerə. Başlanğıc dövr, bayaqdan danışdığımız bu dövrdür. Sonra olacaq rüşeyim dövrü, sonra olacaq döl dövrü. Döl. İndi başlanğıc dövr dedik ki, nə oldu? Yumurta hüceyrə uşaqlıq borusuna düşdü, spermatozoid gəldi, onunla qovuşdu. Qovuşandan sonra ziqot əmələ gəldi. Ziqot bu arada çox hüceyrəli sayılır. Ziqot bu arada bir hüceyrəli sayılır. Sonra ziqotdan əmələ gəlir, bölünərək çox hüceyrəli artıq blastomerlər. Bu blastomer sözü sizə yad ola bilər, çünki sizin sinifinizin aşağı sinifdir. Amma blastomer belədir ki, yəni rüşeyimə başlanğıc verən hüceyrələrdə, bu çoxlu hüceyrələrin toplaması blastomerdir. Yəni rüşeyim əmələ gəlir. Bunlar hamısı baş verir uşaqlıq borusunda. Bu olur başlanğıc dövr. Başlanğıc dövr çəkir ümumilikdə 6-7 gün. 7 günün 2 günü, bax elə bir ki, bu düşür, bu rüşeyim formasında olan, deməli, belə deyək də, hüceyrə düşür bura uşaqlığa. Uşaqlığa düşür və 2 gün burada sərbəst qalır. 2 gün burada sərbəst qalır. İndi mən bu 6-7 gündən 2 gün çıxanda deyirəm 4-5 gün. Həmin bu rüşeyim artıq uşaqlıq borusunda olubdur. Bax, burada hərəkət edibdir 4-5 gün. Sonuncu 2 gününü də gəlib keçiribdir uşaqlıqda. İndi bizə həmin o testlərdə nəyi deyir? Bizə deyir ki, uşaqlıq borusunda, bax burada nəyə rast gələrik biz? Yumurtaya rast gələrik, ziqota rast gələrik. Sonra mayalanma prosesi gedər, ziqotdan sonra əmələ gələr rüşeyim. Rüşeyimə rast gələrik. Məsələn, rüşeyim deyir, harda əmələ gəlir? Əmələ gəlir uşaqlıq borusunda, burada əmələ gəlir. Onda burada əmələ gəlirsə rüşeyimə rast gələrəm mən. Daha sonra həmin rüşeyim düşür uşaqlığa.
uşaqlığa düşür və orada 2 gün sərbəst qalır. Yəni öz qidası ilə qidalanır. Bilirik ki, yumurta hüceyrə yüksək sarılığa malikdir. Öz qidası ilə qidalanır. Amma onun qidası bitir də. Belə deyək, bu başlanğıc idi. Daxili inkişaf. Öz qidası bitir. Öz qidası bitəndən sonra həmin bu şeyim yapışır, uşaqlığın qanunlaşmış divarı var idi. Hansı ki, əvvəlcədən sarı cisim fazasında bu demişdik, aybaşı siklinin sarı cisim fazasında artıq qanunlaşmışdı ki, özün hazırlamışdı da şeyim üçün. Gəlir yapışır uşaqlığın divarına. Uşaqlığın divarına yapışandan sonra yumurta hüceyrənin xovlu qişası və bir də uşaqlığın selikli divarı, selikli qişası birlikdə artıq bunda deməli, Rüşeynin ciftin əmələ gəlməsinə səbəb olur. İndi gələk Rüşeyn dövründən danışaq, sonra gələk bu cift necə əmələ gəlir. Rüşeyn dövrü özü çəkir 2 ay. 2 ay. Bu 2 ay müddətində nə ilə başlayır? Rüşeymin divara yapışması ilə başlayır. Yəni Rüşeyn implantasiyası ilə başlayır. Rüşeyn divara yapışdısa, artıq başlayır Rüşeyn dövrü. 2 ay müddət çəkir. Bu 2 ay dövr ərzində də Rüşeyn deməli, bədəndə folikulların yerinə əmələ gəlmiş sarı cisim hormon ifraz edir. Normalda bilirik ki, mayalanma getməsə, sarı cisim 2 həftə hormon ifraz edir. Amma artıq mayalanma gedib divara Rüşeym yapışıbsa, sarı cisim ondan əlavə də başlayır hormon ifraz etməyə. Yəni, Rüşeymin 2 ayında da hormon ifraz edir. Rüşeym dövründə ümumiyyətlə bu canlıda müxtəlif orqanlar, toxumalar əmələ gəlməyə başlayır. Sonra artıq dediyik, yumurta hüceyrənin o xovlu qişası var idi. O xovlu qişa və uşaqlığın daxil divarı o selikli qişasından birlikdə cift əmələ gəlir. Ciftin əmələ gəlməsi ilə döl dövrü başlayır. İndi deyəcəksiniz ki, müəllim, cift nədir? Baxım görün burada ciftin şəkli qəşəng verilib. İnteresli bir şəkildə belə qəribə verilibdir. Amma cift elə bir şeydir ki, uşağın yəni həmin bu Rüşeymin divara yapışdığı yerdə sanki elə bir ki, belə qan topası kimi belə bir əlavə əmələ gəlir. O olacaq cift. Cift hansı ki, qida maddəsi toplayır. Cift əmələ gəldi artıq 3-cü ayda. 3-cü ayda əmələ gəldi, yəni bunun 2 ayı oldu Rüşeyim, yerdə qalan 7 ay olacaq döl dövrü. Ciftin əmələ gəlməsi ilə döl dövrü başlayır. Amma cift əmələ gələn kimi hormon ifraz eləmir. Gözləyir ki, mən ehtiyat qida maddəsi toplayayım da hələ. Sırada nə var, mənə hormon ifraz edirəm. Ehtiyat qida maddəsində 1 ay deməli, bu hormon ifraz eləmir. Yəni, bu 2-nin üstünə də bir ayda gələcəm. Deyəcəm ki, həmin bu 3 ay müddətində sarı cisim hormon ifraz edəcək. Qalan 6 ay müddətində isə cift hormon ifraz edəcək. Yəni, bətin daxili inkişaf 9 ay çəkir. Onun 3 ay müddətində sarı cisim hormon ifraz edir. Hansı ki, bunun 2 ayı Rüşeym dövrüdür, 1 ayı döl dövrüdür. Qalan 6 ay isə, dölün o 7 ayından qalan 6 ay isə dölün cifti hormon ifraz edir. Ciftin funksiyası dölü qida maddələri ilə, qanla, oksigenlə təmin eləmək, eyni şəkildə döldən zərərli maddələri almaqdır. Və döl dövründə də əlbəttə ki, uşaqda orqanlar tam inkişaf eləyir. Artıq embrional inkişafın sonlarına doğru da təbii ki 36-38 həftə çəkir bu 9 ay müddəti də. Daha sonra yəni uşaq anadan olur. İndi ciftdən danışdıq. Bax, burada da belə az öncə dediyimiz kimi, cift deməli dölə göbək ciyəsi vasitəsilə birləşir. Yəni, cift o topladığı qida maddələrini dölə uşağa göbək ciyəsi vasitəsilə verir. Hər uşağın sayına uyğun göbək ciyəsi olur. Yəni, bir uşağa bir göbək ciyəsi düşür. Bu şəkildə. Tənəffüs ifrazatını dedik, həyata keçirir. Dölün deməli, ürək döyüntüsü ananın ürək döyüntüsündən 2 dəfə çox olur. Biz normalda bilirik ki, ürəyimiz 75 dəfə döyünür. Artıq dölün ürəyi döyünəcək 150 dəfə. 150 dəfə. Biz bilirik ki, ürəyimiz 0.8 siklidədir. Artıq dölün ürəyi olacaq 0.4 sikldə. Bilirsiniz ki, ürək döyüntüsünün sayı artanda siklin sayı azalır, yəni istirahət azalır. Sonra biz bilirik ki, bu 0.8-in 0.4-ü ümumi diastoladır. Artıq 0.4-ün 0.2-si ümumi diastol olacaq. Bu şəkildə normal insanda öyrəndiyiniz bütün ədədləri yarı qiymətinə, deməli, bir dənə döyüntü sayı xaricdə, yarı qiymətinə bu fazalardakı qiymətləri
Dölə hesablayacaqsınız. Məsələn, deyirdi ki, qulaqcıqların yığılması 0,3 saniyə çəkirdi. Onda döldə qulaqcıqların yığılması, dölün ürəyində qulaqcığın yığılması neçə saniyə çəkəcək? Deyəcəksiniz 0,15 saniyə. Bu şəkildə dölün ürəyi neçə dəfə döyünürdü? 150 dəfə döyünmüş olurdu. Belə, baxaq başqa nələr var burada, sırayla izah eləyək. İstəyirəm bugün sizə əkizlərdən də danışam, maraqlı olsun. Deyir ki, ana həmin bu hamiləlik dövründə alkoqoldan, spirtli içkilərdən istifadə etməməlidir. Bu dölün inkişafının qarşısını alır. Burada əlavə çox şey verilməyibdir, ona görə gəlin əlavə bəzi şeylər deyək ki, testləri işləyə bilin. İndi bu uşaq mayalama prosesində iştirak eləyə bilər bir yumurta hüceyrə, iştirak eləyə bilər 2 yumurta hüceyrə. Əmələ gələ bilər eyni yumurta əkizləri, əmələ gələ bilər müxtəlif yumurta əkizləri. Bax, tutaq ki, bu ananın bətnidir. Bu bətində bilirsiniz ki, 2 dənə uşaqlıq borusu var da. Yumurtalığın 2 uşaqlıq borusu var. Bu olsun ananın uşaqlığı. Bu borudan 2 dənə yumurta hüceyrə gəlib bura düşərsə, bu bir yumurta hüceyrə, bu bir yumurta hüceyrə. Hər biri də təbii ki, burada mayalanıbsa, onda mən deyirəm ki, burada əkiz əmələ gələr və onlar müxtəlif yumurta əkizləri. Və hər bir yumurta üçün anadan alıb ikiz, cinsi xromosomu. Hər bir yumurta üçün atadan da bir spermatozoid gəlib burada iştirak eləyər. Bir spermatozoid gəlib iştirak. Toplam məsələn 2 dənə müxtəlif yumurta əkizində, neçə qamet iştirak edəcək? 4 qamet iştirak edəcək. Qamet. İkisi ananın qametidir, ikisi atanın qametidir. Bu şəkildə. İndi ola bilər ki, bu tutaq ki, uşaqlıqdır. Uşaqlıqdır, bir yumurta hüceyrə gəlib düşüb bura. Daha 2 dənə boru birləşib, bunun bir dənəsi mayalanıb gəlib düşüb bura. Bir yumurta hüceyrə. Amma bu bir yumurta hüceyrə bölünərkən, yəni baxın, burada bölünmə verib bizə, burada verməyib. Burada bölünmə verib bizə. Bax, ola bilər ki, burada hüceyrələr inkişaf eləsin. İnkişaf eləyəndə ola bilər ki, burada 2 dənə eyni yumurta əkizi olsun. 2 eyni yumurta əkizi. Eyni yumurta əkizi olduqda isə ananın bir X qameti, atanın da bir spermatozoidi iştirak edəcək. Onda deyəcəksən ki, eyni yumurta əkizləri içərisində olan uşağın sayından asılı olmayaraq 2 uşaq da ola bilər, 5 uşaq da ola bilər, 10 uşaq da ola bilər. Eyni yumurta əkizi deyirsə sənə 2 qamətdir. Mayalanmada 2 qamət iştirak edibdir. Müxtəlif yumurta əkizi deyəndə artıq uşaqların sayını 2-yə vurmaqla qamətlərin sayını tapa bilərsiniz. Eyni yumurtada isə eyni yumurtanın içərisində neçə dənə uşağın olmasından asılı olmayaraq 2 dənə qamət mayalanmada iştirak edir. İndi gələk bunların ciftlərinə. Müxtəlif yumurta əkizində hər bir dölün özünün ayrıca hər bir yumurta hüceyrəndə, mayalanmış yumurta hüceyrənin özünün cifti olar. Cifti olar, qidalandırar. İçəridə olan döl sayına uyğun da göbəkçiyə sayılırlar. Elə ola bilər ki, ayrı yumurta olsun. Məsələn, burada 2 uşaq olsun, burada 1 uşaq olsun. Onda bura bir göbəkçiyəsi gələr. Bura 2 göbəkçiyəsi gələr artıq. Çünki 2 uşaq var axı. Uşağın sayına uyğun göbəkçiyəsidir. Yumurta hüceyrənin sayına bərabər sayda da cift əmələ gəlir. Yumurta hüceyrə sayı bərabərdir cift sayına. Cift. Uşaq sayı bərabərdir. Uşaq sayı bərabərdir göbəkçiyəsi sayına. Göbəkçiyəsi sayına. İndi eyni yumurta əkizində isə eyni yumurta isə bir yumurta hüceyrə mayalığına görə bir dənə cift əmələ gələr. Bir qidalandırar. Və içəridə neçə dənə uşaq varsa, o qədər də göbəkçiyəsi ayırırlar ondan və qidalandırar. Həmin o dölləri. Eyni yumurta əkizində əl izi xaric hər bir şey eynidir. Görüntüsü, cinsiyyəti, qanı, genetikası hamısı eynidir. Çünki eyni bir dənə yumurtadır da. Eyni məsələn genetik xəstəlikləri daşıyacaqlar. Eyni saç rənginə, eyni göz rənginə, eyni boya. Sonra nəyə deyək? Yəni eyni cinsiyyətə malik olacaqlar. Yəni eyni yumurta əkizi bir qız bir oğlan ola bilməz. Eyni yumurta əkizi ancaq qız olar, eyni yumurta əkizi ancaq oğlan olar. Bu şəkildə. Müxtəlif yumurta əkizi üçün isə rahatçılıqdır. Bir-birinə qismən də oxşaya bilər, oxşamaya da bilər. Müxtəlif cinsiyyət də ola bilər. Birinin saçı sarı, birinin saçı qara da ola bilər. Birinin gözü mavi, birinin gözü qara da ola bilər. Bu şəkildə müxtəlif yumurta əkizlərində fərqliliklər ola bilər. Amma eyni yumurta əkizlərində əl izi xaric hər şey eyni olacaq. İndi bu deməli dölü qidalandıran bu göbək ciyəsindəki damarlara gəlin baxaq. Dölə dedik, dölün özünün
ürəyi var. Ona görə bu döl deyik. Dölə. Gələn damar olacaq vena damarı. Döldən çıxan damar olacaq arteriya damarı. Arteriya. Mən belə yadda saxlayıram ki, uşaq, bətindəki uşaq ananın ürəyidir. Ona görə döl sanki bir nədir? Ürəkdir. Ürək. O ürəyə gələn damar olacaq vena. Çıxan damarlar olacaq arteriya. Və dölə əgər qan gətirirsə bu, təmiz qan gətirər. Döldən çıxarırsa əgər bu, kirli qanı çıxarar. Kirli qanı çıxarar. Çünki dölü qidalandırmaq üçün bir dənə vena ilə təmiz qan gəlir. Döldən də 2 dənə arteriya ilə kirli qanlar çıxarılır. Bu şəkildə. İndi insanın ontogenezində qan damarı keçmişik də. Ontogenezində neçə arteriya damarında venoz qan olur deyəndə fikirləşərsiniz ki, ağciyər arteriyasında 1, 2 dənə də döl arteriyasında, bir o, 2 dənə də arteriya bu. Toplam ontogenezimizdə, yəni ontogenezimiz mayalanma deməkdir. Mayalanmadan ölənə qədər ontogenez adlanır. Mayalanmadan ölənə qədər 3 dənə arteriya damarımızda venoz qan axır. Bu arada o cümləni demədim, belə bir cümlə var. Deyir, insanın ontogenezi harada başlayır? İnsanın ontogenezi mayalanma ilə başlayır. O da başlayır uşaqlıq borusunda. İnsanın ontogenezi harada bitirdirsə, o da qara torpağın altında. Yəni insan ölür də, öləndə ontogenezi bitmiş sayılır artıq. İnsanın deyir, embrional inkişafı harada başlayır? Deyəcəksən, yenə uşaqlıq borusunda. Harada bitir? Əlbəttə ki, doğuşla bitir. İnsanın embrional inkişafı. Doğuş oldusa artıq post-embrional inkişafımız başlayır. Nəfəs almağa başladıqsa, atmosfer havası ilə post-embrional inkişafımız başlayır. Bu belə. Döl haqqında, qan damarı haqqında dedik. Bunu da dedik. Burada yumurta ceyran işlemi də dedik. Gələk burada orqanizmin böyümə inkişaf mərhələlərinə. Burada yaş xüsusiyyətləri çəkilər verilibdir. Baxarsınız özünüz üçün, amma imtahana düşmür. Gələk qadınlarda cinsi yetişkənlik dedik 10-12 yaşdadır. Kişilərdə 13-14 yaşdadır. 10-12, kişilərdə 13-14 yaşda. 13-14 yaş. Qadınlarda tez cinsi yetişkənliyə çatmaq onların immunitet sistemini və dözümlülüyünü də artırmış olur. Bu şəkildə. Nisbətən burada suallara cavab verərsiniz yuxarıda. İndi baxaq uşağın doğulduqdan sonraki inkişaf dövrlərinə, yəni post-embrional inkişaf dövrümüzə baxaq. Post-embrional. Uşaq doğulandan sonra onun ilk 4 həftəsi adlanır yeni doğulma, yəni çağa dövrü. Çağa. Amma o 4 həftədən 11 aya qədər, yəni uşağın 1 yaşına qədəri, 1 yaşa qədəri, 1 yaş. 15 ay yoxa, 1 yaş, yəni 12 ay. Südəmər dövrüdür. Yəni yeni doğulma dövrü əslində südəmər dövrünün içərisində gedir də. 4 həftə əslində bu 11 ayın içərisində gedir, 1 ay. Bu 12 ayın, 1 yaşın, 12 ayın. 1 ayı çağa dövrüdür, 4 həftəsi. Qalan 11 ay südəmər dövrüdür. Bu südəmər dövrdə də 5 ay ana südü vacibdir. 5 ay ana südü daha olmazsa olmazdı. 5 ay. Sonra bağçaya qədər yaslı dövr 1 yaşdan 3 yaşa qədərdir. Artıq buradan başlayır bizim zülümlü məktəb dövrləri. Məktəbə qədər dövr, bağça dövrü olacaq 3-dən 6-ya, məktəb dövrü olacaq 6-dan 17-yə. İnsanın cinsi yetişkənlik dövrü də gəlir düşür məktəb dövrünə. Sonra 17-18-dən sonra 21 yaşa qədər olacaq gənclik, 22-dən 60-a qədər olacaq, deyim mən, yetkinlik. Sonra 60-dan sonra 74-ə qədər olacaq ahıllıq. Artıq 74-dən sonra olacaq qoca. Və qocalıq dövrü də ölümlə nəticələnir. Qoca. Bu da belə. Sonra burada başqa nə var? Günəş işığında təmiz qalmaq lazımdır. Və bir də akselerasiya termini var ki, bunu elmə gətiribdir Kox, alim adlı Kox. Və bu Kox deyib ki, bəzi uşaqlarda fiziki və əqli inkişaf sürətli inkişaf edir, yəni yaxşı inkişaf edir. Bu proses akselerasiyadır. O deyir bəzən xalqın uşağı hər şeyi bilir, çox reaksiyası güclü olur, ağlı yaxşıdır, həm öz bədəni də yaxşıdır, zirəkdir. Bax, fiziki əqli inkişafın sürətli getməsi də ona deyəcək akselerasiya. Akselerasiya müsbət təsir, günəş işığı, düzgün qidalanma və s. Bu da bayaq dediyimiz dövrlərdir. Gənclik, yetkinlik, ahıllıq.
Burada əkizlər haqqında deyir. Baxarsınız bu suala. Mən böyüdüm. Mən böyüdüm, niyə böyüdüm? Baxaq görək nə deyir burada. Burada biz dediyimiz cinsi seçkənliyin yaş dövrlərini veribdik. Sonra cinsi seçkənlik dövründə qadında və kişidə baş verən dəyişiklikləri deyir bizə. Kişilərdə əlbəttə ki, ümumiyyətlə qadında da kişidə də boy artır, çəki artır. Amma kişilərdə qadından fərqli olaraq əzələlər daha çox inkişaf edir. Qadınlarda isə pi hüceyrələr inkişaf edir. Məsələn, çanağın ətrafında, sinə hissədə və s. Bu belə pi vəzlərinin inkişafı olur və tərvəzlərin inkişafı olur, qoltuqaltı vəzlərin, ümumiyyətlə tüklərin inkişafı gəlir cinsi seçkənlik dövrünə. Cinsi seçkənlik dövründə hipofiz və böyrəküstü vəzlərin funksiyalarının intensivləşməsi nəticəsində ətraf mühitə uyğunlaşma qabiliyyəti olur və infeksiyalara, soyuq dəymələrə qarşı cavab reaksiyası yüksək olur. Yadınıza düşürsə demişdik ki, hipofiz cinsi seçkənliyi artırır, sürətləndirir. Böyrəküstü vəzdə də qadın bədənində, kişi bədənində qadın hormonları hazırlaya bilən bir hormonal vəzi idi. Bu belə sağlamlığın qayğısına qalaq. Boy artımı qadınlarda 18 yaş, oğlanlarda isə 20 yaşa qədər davam edir. Bir də bax bu hissədə bir cümlə var. Deyir ki, cinsi seçkənlik dövrü, yəni gəlib düşən o yeniyetməlik dövrü, insanın ürəyi böyüyür. İnsanın ürəyi böyüyür və böyüdükcə onun bədənində tez inkişaf gedir. Tez inkişaf getdiyinə görə ürəyin işi çətinləşir. Yəni ürək nə qədər tez döyünür ki, da bədənə qan vursun. Tez bədənə qan vurur. Amma bizim damarlarımız o ürəyin o qədər yüksək işinə, yəni çətin işinə, ağır iş rejiminə tab gətirə bilmir. Damar qanla təchiz olunmur, yəni bədəni tam təchiz edə bilmir. Damar axı balacadır, ürək tez qanı vurur, damar da zəifdir, balacadır hələ. Və gedib beynimizə yetər qədər qan çatmır. Onda olur artıq oksigen acılığı. Fikir vermişsiniz, ərgənlərdə deyirlər, yəni çox bu yeniyetmələrdə deyirlər beyni qan donun bu dəqiqə. Ya da nə bilim, söz deyən kimi sırası özlərindən çıxır uşaqlar. Yəni söz demək olmur heç indiki uşaqlara. Bu şəkildə bir sözlə deyən kimi özlərindən çıxır, tez reaksiya verirlər. Elə biz özümüz də elə olmuşuq əslində. Tez reaksiya verirlər. Sonra fikirləşirlər ki, mən niyə elə reaksiya verdim? Bunun səbəbi odur ki, beyinə oksigen acılığına səbəb olur. Beyinə oksigen çatmır. Bunun da səbəbi ürəyin işinin çətinləşməsi və aşağı və yuxarı tərəflərin qan təchizatının zəifləməsidir. Belə. Burada başqa heç bir şey qalmadı. Sizin sözünüz, sualınız. Yoxdur mən. Onda mən bu kaydı dayandırım.